Biri var, ata ortada olar, əlaqə saxlayar. Biri də var, ata ümumiyyətlə yoxdur ya necə? Yo, əvvəl var idi, fəhlə işləyirdi. Sonra dedi işlər dayanıb, burada işləmək olmur, mümkün deyil. İndi də əlaqə yoxdur, xəbər yoxdur. Yəni bax 6 uşaq var, gördüyünüz 2 uşaq orada, 1 uşaq bax burada, 1 uşaq, 4 uşaq, 2 qız içəridə, böyük qızlar 14 yaş, 16 yaş. Yəni ata artıq nə qədər vaxtdır ki, yoxdur. İndi nalı eləməsin. Bəs xəbəriniz var, birdən belə bəlkə başına nəsə gəlir. Yox, elə xəbərim yoxdur. Heç ondan da xəbər yox. Yəni və əziyyət budur. Ana neynəsin? Kirayə, kommunal, çətinlik, o bu uşaqlar özü də işləyə bilmir. Özü deyir, işləyərəm deyir. İşləyərdim, hə, prosto körpəyə görə uşaqları məktəbə aparıb gətirməkdir, balacalara baxmaqdır. Vacib uşaq var, körpə Alıram. məcburdur. İndi bu böyüyənə qədər biraz da bir müddətlik dəstək lazımdır. Mən 4 kilo ət payı falan gətdim. Ondan deyil. Bunun ərzaqı var, kommunalı var, kirayəsi var, nə bilim, uşaqların